Bildiğiniz kimi son dövrlərdə Qərb Azərbaycan mövzusunda bir sıra mühüm inkişaflar baş vermişdir. Bunlardan birinə mən diqqəti çəkmək istəyirəm. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Qazılar Şurasının 22 may tarixli qərarı ilə İrəvan qazılığının fəaliyyəti bərpa olunub, İrəvan qazısı seçilib. Bu qərarın əhəmiyyəti barədə, bunun səbəbləri barədə və bundan sonra Qərb Azərbaycan ərazisindəki Azərbaycan tarixi və mədəni dini irsinin bərpası məsələlərinə dair sizin düşüncələrinizi bilmək istərdik. Şübhəsiz ki, bu məsələ İrəvan qaziliyinin yaradılması, tarixi ədalətin bərpası istiqamətində irəliyə atılmış mühüm addımlardan biridir Qərb Azərbaycanla bağlı. Bildiyiniz kimi İrəvan şəhəri sıradan bir şəhər deyil və Azərbaycanın ən qədim elm, mədəniyyət, dini mərkəzlərindən biridir. İrəvanda mövcud olan Göy məscid, bugünkü Göy məscid kimi, Fars məscid kimi təqdim eləyirlər. Regionda dini mərkəz rolunu oynayıbdır və hətta Çar Rusiyası dövründə İrəvan quberniyasında, o cümlədən İrəvan xanlığının Naxçıvan xanlığı ərazisində bütün din rəhbərləri həmin Göy məsciddən idarə olunubdur və Göy məsciddən təyin olunubdur. Yəni bu bizim dini irsimizin ən böyük mərkəzlərindən biridir və İrəvan əhalisi, bütövlükdə Qərb Azərbaycan əhalisi müsəlman əhali olubdur və heç şübhəsiz ki, onların dini dəyərlərinin bərpası bugün çox vacib məsələlərdən biridir. Bu onların hüququdur və eyni zamanda bildiyiniz kimi 200 il bundan əvvəl ermənilər bu əraziyə köçürüləndən sonra bizim təkcə insanlarımız yox, həm də dəyərlərimiz, həm mədəni, həm dini dəyərlərimiz soyqırımına məruz qalıbdır. Təkcə İrəvan şəhərində mən bir faktı, tarixi faktı xatırlatmaq istəyirəm. 1829-1832-ci illərdə burada ilk siyahı almanı aparan Rus məmuru İvan Şopin göstərir ki, İrəvan şəhərinin təkcə özündə 12 məscid var və 12 məscidin 8 məscidinin adını çəkir və 4-ünü də qeyd edir ki, xarabalıqları qalır. Ondan sonra 19-cu əsr ərzində İrəvanda daha bir neçə məscidlər tikilib. Ümumilikdə bu məscidlərin sayı 20-yə qədərdir İrəvan şəhərində. Amma çox təəssüf ki, xüsusilə 1918-1920-ci illər dəhşətli soyqırımı zamanı o regionun müsəlman şəhərin, xüsusilə müsəlman əhalisinin əksəriyyəti həmin məscidlərə doldurularaq ermənilər tərəfindən vəhşicəsinə öldürülübdür. 1988-ci ilə qədər yalnız bir məscidimiz fəaliyyət göstərirdi. Bu günlüklü məscid də deyirlər, çətirli məscid də deyirlər. Dəmirbulaq məhəlləsində yerləşən Dəmirbulaq məscididir, məşhur. Lakin təəssüf ki, 1988-ci il hadisələri zamanı həmin məscidi də ermənilər yandırıb məhv elədilər və heç şübhəsiz ki, bunların hamısı geriyə qayıtmalıdır. Bizim insanlarımız təkcə ata-baba yurtlarına qayıdış yolunda deyirlər. Eyni zamanda biz dəyərlərimizin geriyə qayıdışı yolundayıq və bu dəyərlər sırasında heç şübhəsiz dini dəyərlərimiz də daxildir və İrəvan qaziliyinin bərpa olunması bu istiqamətdə atılmış mühüm bir addımdır və insanlarımız tərəfindən də çox böyük ruh yüksəkliyi ilə qarşılandı. Elə hesab edirəm ki, addım-addım biz digər dəyərlərimizi də özlərimizə qaytarmalıyıq. Bu dəyərlər sırasında yadınızda olar, torpaqlarımız işğaldan azad olunandan sonra Cənab Prezident Ömər və Zod aşırımı qarşısında dayanaraq bildirdi ki, biz toponimlərimizi öz ilkin adları ilə çağırmalıyıq. Bunlar da bizim dəyərlərimizdir. Ermənilər hansı bir tarixdəsə, bizim hansı dəyərimizdəsə, hansısa eybəcər bir ad qoyubsa, biz o adlarla həmin əraziləri tanımağa borçlu deyilik. Həmin əməliyyatları bizim işğal altında olan torpaqlarımıza da aid eləmişdilər. Ağdamımıza, Kəlbəcərimizə, Laçınımıza, hamısına eybəcər adlar qoymuşdular. Heç şübhəsiz bu istiqamətdə də iş getməlidir
və bundan sonra da biz Qərbi Azərbaycan ərazisindəki digər dəyərlərimizin geri qaytarılması istiqamətində elə hesab edirəm ki, yeni hərəkətlərin, yeni faktların şahidi olacağıq. Təşəkkür edirəm. Doğrudan da bu tarixi hadisədir. İrəvan qazılığının fəaliyyətinin bərpa olunması, Qərbi Azərbaycan icması bu mühüm addımı alqışlamışdır. Yeri gəlmişkən, bugün yəni mayın 26-sında Cənab Prezident İslamofobiya konferansının iştirakçılarına göndərdiyi müraciətində də bu tarixi addımı alqışlamışdır. Nizami müəllim, hüquqi məsələlərə qaydaq, kompensasiya məsələsi ilə bağlı. Burada bir mühüm bir nüans var. Kompensasiya verilərkən bəzən onu qayıdış hüququ əvəzində verilirmiş kimi təqdim etməyə çalışılır. Sadə dillə desək, yəni kompensasiya ödənir və qayıdış hüququnuzu itirirsiniz. Amma necə etmək lazım ki, bu həm ictimai müzakirələrdə, həm ümumiyyətlə elmi müzakirələrdə qayıdış hüquq əvəzində deyil kompensasiya, qayıdışa qədərki müddətdə mülkiyyətdən və digər itkilərə görə ödənilməlidir. Bununla bağlı fikirlərinizi bilmək istərdim. Bu çox mühüm bir sualdır və burada da belə deyək, beynəlxalq hüququn çox dəqiq yanaşması var. Ümumiyyətlə qayıdış və kompensasiya almaq bu hüquqi cəhətdən bir-birindən fərqli konsepsiyalardır. Məsələ burasındadır ki, bu kompensasiya məsələləri mən qeyd etdiyim BMT-nin Beynəlxalq Hüquq Komissiyası çərçivəsində hazırlanan dövlətlərin beynəlxalq hüquqa zidd əməllərinə görə məsuliyyət layihəsi çərçivəsində həyata keçirilməlidir və həmin maddələr layihəsində bir sıra çox maraqlı maddələr var. Məxsusi bu kompensasiya aid məsələdir və kompensasiyanın ümumiyyətlə 3 növü var. Bunlardan birincisi restitusiya, yəni hüquqa zidd əməldə mövcud olan vəziyyətin bərpası, yəni status quo-nun bərpası. İkinci bir məsələ maddi kompensasiyadır, yəni maliyyə formasında ödənilən kompensasiyadır və üçüncüsü satisfaksiya, yəni üzr istəmək. Əlbəttə ki, geri dönüşün, yəni Azərbaycanlıların geri dönüşünün mühüm komponentlərindən biri məhz kompensasiyadır və bu kompensasiya mütləq formada hesablanıb ödənilməlidir. Çünki soyqırım, insanlıq əleyhinə cinayətlər və etnik təmizləmələrin qurbanları olan şəxslərə mütləq formada bu cür kompensasiya ödənilir və əgər biz bugün beynəlxalq miqyasda mövcud olan beynəlxalq hüquqi institutların təcrübəsinə nəzər salsaq, məsələn, Beynəlxalq Cinayət Məhkəməsinin xüsusi bir fond yaradılıb və beynəlxalq cinayətlərin qurbanı olan şəxslərə belə bu cür kompensasiyalar ödənilir. Və bir mənalı olaraq tam məsuliyyətlə qeyd eləmək istəyirəm ki, geri dönüş və kompensasiyanın ödənilməsi bu böyük bir prosesin müxtəlif komponentləridir və biri-birindən müstəqil formada fəaliyyət göstərən bir komponentlərdir. Yəni, geriyə dönüş mütləq formada həyata keçirilməlidir. Beynəlxalq hüquq bu yanaşmanı müdafiə edir. Digər məsələ isə kompensasiyanın ödənilməsidir. Burada da beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Təşəkkür edirəm. Bu doğrudan çox mühüm məsələdir. Belə ki, 2023-cü ilin avqust ayında Ermənistan hökuməti, yəni şəxsən baş nazir Nikol Paşinyan belə bir bəyanat vermişdi ki, 1987-91-ci illərdə Ermənistanı zorla tərk etmiş olan Azərbaycanlılara hansısa formada kompensasiya ödənilib və onlar artıq qayıdış hüququna malik deyirlər. Sizə təşəkkür edirəm ki, birincisi bu qayıdış və kompensasiya anlayışlarını, konsepsiyasını izah etdiniz. Deməli, Ermənistan hökuməti nəinki faktlar səhv təqdim edir, yüngül sadə dillə desə yalan danışır. Çünki heç bir kompensasiya ödənməyib. İkincisi, kompensasiya anlayışını da təhrif edir. Sanki kompensasiya ödənildikdə qayıdış hüququ aradan qalxır. Orada bir çox mühüm məqam var. Mən istərdim ona da diqqət yetirim. Bu nədən ibarətdir? Ermənistandan insanlar zorla qovulub.
və hətta Ermənistanın dövlət orqanları da bu zor tətbiqində birbaşa iştirak ediblər. Bu insanlar öz arzusu ilə mütəşəkkil formada o əraziləri tərk etməyiblər. Yəni Azərbaycanlıların Ermənistandan qovulması, bu deportasiya, qanunsuz transferlər və etnik təmizləmə, soyqırım komponentlərini özündə etibar edən bir hərəkətlərdir. Və kompensasiya məhz bu cinayətlərlə, bu əməllərlə bağlıdır. Ona görə Ermənistanın hansısa bir əvvəllər güya bunlar kompensasiya ödəyib, yəni nə isə bir təzminat ödəyib, bunlar hamısı cəfəng bir söhbətdir. Bugün məsələ məhz beynəlxalq hüquq kontekstdə baxılmalıdır. Sualımız Fariz müəllim, sizə də bildiyiniz kimi Ankara konfransında əvvəla qeyd edim ki, konfransın böyük, mühüm bir elmi aspekti var idi. Orada AD Universitetinin tərəfdaşı olan universitetlər yaxından iştirak etdilər. Onların professor heyəti və bir çox təkliflər oldu ki, bu mövzuda Türk universitetlərində elmi seminarlar keçirilsin, tədqiqatlar aparılsın və s. Bununla bağlı sizin düşüncələrinizi bilmək istərdim. Nələr etmək olar? Bilirsiniz, son illərdə bizim universitetimiz, AD Universiteti Azərbaycan qəzetinin ərəb əlifbasından Latın əlifbasına keçirilməsi ilə bağlı böyük bir iş görüb və artıq yüzlərlə nömrə artıq oxuna bilir və biz onu geniş ictimaiyyətə, tədqiqatçılara, alimlərə vermişik. O materiallarda, o həmin nömrələrdə çox maraqlı məlumatlar və materiallar var. Biz onları araşdırmalıyıq, onların üzərində elmi simpoziumlar təşkil etməliyik. Çünki bu qəzet nömrələrində məhz 18-20-ci illərdə başlanan Azərbaycan xalqına qarşı olan o təpkilər, təzyiqlər, erməni deməli daşnaq qüvvələri tərəfindən bizim kəndlərin yandırılması, insanların qovulması, ümumiyyətlə bu belə deyək də 20-ci əsrin əvvəlində baş verən hadisələr çox maraqlı və çox ətraflı yazılıb. Və biz bu materialları uzun illər araşdıra bilməmişik, çünki onlar ərəb əlifbasında olub, ərəb şriftində olub. Biz indi onların üzərində müxtəlif elmi işləri də hazırlaya bilərik, müxtəlif doktorluq işləri və yaxud aspirantura tezisləri hazırlaya bilərik. Avropanın müxtəlif ölkələrində, beyin mərkəzlərində birgə konferanslar təşkil edə bilərik, bunu daha ətraflı izah etmək üçün. Burada çox vacib aspektlərdən də biri Sovet hökumətinin bu məsələyə münasibəti, yəni Sovet hökuməti tərəfindən təşkil olunmuş deportasiyalar, eyni zamanda Türk dünyasının parçalanması üçün Sovet hökumətinin atdığı addımlar, burada torpaq transferi və s. Ona görə biz bu mövzunu çox ətraflı araşdırmalıyıq, həm özümüz, tarixi materiallar üzərində, həm də biz bunu geniş ictimaiyyətə, xarici kütlələrə və jurnalistlərə, alimlərə çatdırmalıyıq və birgə konferanslar eləməliyik. Biz bununla bağlı AD Universitetində müəyyən planlarımız var. O cümlədən Azərbaycan qəzetinin materialları üzərində müəyyən simpoziumların təşkili və ümid edirəm ki, bizim Avropada olan dostlarımız, bizim kontaktlarımız, partnyorlarımız da bu mövzuya maraq göstərəcək və birgə biz elmi araşdırmalar ortaya qoyub xarici auditoriyaya çatdıracaq. Təşəkkür edirəm. Hörmətli izləyicilər, bununla da bizim Milli Məclisin YouTube kanalının Qərbi Azərbaycan mövzusunda növbəti verilişi başa çatdı. Diqqətinizə görə təşəkkür edirik. Sağ olun.